bu həyata bir oyun kimi baxmalısan. Çünki doğrudan da bu həyat bir oyundur. Nə qədər ki bu həyata oyun kimi baxmasan, ciddi qəbul edəsən, o qədər o ciddiyyətin içində uçacaqsan və həyatında streslər, problemlər olacaq. Əgər rahat olmaq istəyirsənsə, işlərinin yaxşı getməyini istəyirsənsə, oyun kimi baxmalısan. Bu həyata hamımız gəlmişik, bu həyatı oynamaq üçün. Problemin varsa o problemə problem kimi baxma. Bir oyun kimi bax, hər yolu kimi bax. O hər yolun sonunda səni gücləndirəcək mütləq şəkildə. Çünki bu problem sırf individual olaraq sənin üçün hazırlanıb. Yüksək qüvvələr tərəfindən sənin üçün hazırlanıb, sənə verilir ki, ay mənim, Allah sənin üçün bunu edib ki, ay mənim balam. Bu bir oyundur, amma səni boş da buraxa bilmir da. Deyir, dəmir döyülə-döyülə bərkir, formasını alır və insan da elədir. Yəni sənə həyat bilirsən necə vuracaq, sağdan, soldan vura bilər, ölümcül vurmayacaq. İstəsə sənə ölümcül vurmaq nədir ki, o ayında heç nədir. Sadəcə olaraq sənə yüngül toxunuşlar eləyəcək ki, sən biləsən, zəif yerləri biləsən. Sənə buradan toxundu, sən bildin ki, sənin buran zəifdir, oranı gücləndirdin. Oradan toxundu, bildin oran zəifdir. Belə etap addım səni həyat gücləndirir. Həyat səni daha yaxşılaşdırır. Təbiətə baxmaq lazımdır. Təbiət necədir? Bax, məsəl üçün, böyük balıq balaca balığı yeyir. Bu həyatın qanunudur. Sən əgər inkişaf eləmək istəyirsənsə, kimin üçünsə yem olmaq istəmirsənsə, sən böyüməlisən. Və sənin böyüməyin üçün sən apredilyonlu bəzi etaplardan keçməlisən ki, sən bərkiyəsən. Sən bərkiməsən, sən düşəcəksən böyüklərin içində, sırasına hop yiyəcəklər. Amma sənə həyat hələ başa düşdüyün yolda yüngül, örgədə. Sənin ambisiyaların varsa, problemlər yaşamalısan, dibə düşməlisən, öz zəif yerlərini gücləndirməlisən. Həyatdan sən istəyirsənsə inkişaf eləmək, zirvəyə qalxmaq, onda hazır ol. Dibə düşməyə, yəni sağdan soldan vurulmağa. Bunu da ancaq necə keçə bilərsən? Oyun kimi baxarıq. Sən bu həyata oyun kimi baxanda həmən görürsən ki, sənin çıxış yolu hardadır, səhvin hardadır. Sadəcə olaraq nəfəs almaq lazımdır, dayanmaq lazımdır, situasiyanı baxmaq lazım. Beynin dediyinə qulaq asmaq lazım deyil. Beyin deyəcək, hə, vəsə, məhv oldu. Elə deyil, kişi, məhvzəd olmamısan. Sadəcə olaraq analiz eləməlisən. Beyinə qulaq asma qəti şəkildə. Beyin özü düzgün interpretasiya eləyə bilmir heç bir baş verən bir şeyi. Beynin fikirləşdiyin 90% həmişə yalan olur. İTOQ-da görürsən ki, heç fikirləşdiyim kimi yox, tamam başqa cür oldu. Ona görə özünü, beynini böyütmə. Sənin beynin sənin ancaq köməkçin ola bilər, ona bir tapşırıq verə bilərsən, o sənin tapşırığı yerinə yetirə bilər. Всё. Amma sənin şuurun açıq olmalıdır, oyunda olduğunu bilməlisən, bu oyunun Allah sırf sənin üçün yaratdığını bilməlisən. Nəyə görə sənin üçün yaradıb? Çünki istəyir ki, sənin Allahla olan bağın daha da güclü olsun, ruhun daha da güclənsin və bu həyatda Allaha, insanlığa öz faydalı töhfəni verəsən. Sən hər şeyi ciddi görürsən, həyat ağırlaşır, hər şeyi stres kimi qəbul edirsən, bir də balaca bir şeyi böyüdürsən. Bunu ciddi qəbul eləmək olmaz bu həyatı, mənim dostum. Mən bunu sənə deyirəm, şəxsi təcrübəmə əsaslanaraq. Bu yolu keçmiş insanların bu səhvi eləyib, bu yola gəldiklərinə görə mən deyirəm ki, sən bir də bu səhvi eləmə. Sən bu həyata oyun kimi baxanda avtomatik stres düşür minimum səviyyə, sıfırdır stres. Sən bu həyata oyun kimi baxanda artıq sən zövq alırsan yaranan problemlərdən də belə. Gündəlik həyatında, gedişatında gedişatın yaşayışında ləzzət alırsan. O problemləri də həll eləyə, görürsən ki, sən necə bacarıqlısan. Bax, biz uşaq kimi də bu dünyaya gəlirik. Doğuluruq, uşaqlıqdan başlayırıq. Biz uşaqlıqdan beyin olaraq fikirləşmirik ki, biz uşaqlıqdan hər şeyə baxırıq, müşahidə edirik, öyrənirik. Bir müddətdən sonra beyin artıq egosu o qədər böyüyür ki, elə bilir ki, bu şey bildi, hər şey bunun bildiyi kimidir. Əfsuslar olsun ki, hamı da bu sxem işləyir. Hamı bu sxemlə gedir. Sən müşahidəçi rejimindən çıxırsan. Yəni, nablüdasiya, sən baxan, görən, o üçüncü gözünlə baxan, şuurunla izləyəndən çıxırsan. Və sən keçirsən beyinlə oynamağa. Beyin, elə bilirsən ki, sən beyinsən. Gelirsən, tutaq ki, yolda gedirsən, deyirsən, biri giyinib məsəl üçün falan. Buna bax, bunun giyiminə bax. Onu sən demirsən. Onu sənin beynin deyir. Onu sənin beynin də hardan götürüb, sən deyirsən bu. Onu sənin beynin hardan götürüb, hansısa bir
tutaq ki, bir həyatda bir nail olmayan bir dənə qoca kişi, nə bilim, həyatda bir oturub, sən də uşaqsan, oynayırsan, bir nəfər keçib, qayıdıb deyib ki, buna bax ya, bunun genliyinə bax ya, bunun boynu qarayıra soxun. Beynin onu oturtdurdu, elə bildi ki, bu belə olmalıdır. Həmin anda reaksiya verir. Bu sən deyilsən. Yadda saxla. İnsanları olduğu kimi qəbul eləmək lazımdır. İnsanlara olduğu kimi hörmət eləmək lazımdır. Hər kəsənin öz seçimi var. Kimsə nəsə səhv eləyəndə həyat tozu ona başa salır. Sən bunu çıxıb qabaqla, onu sıraz onu pisləməyə ehtiyacın yoxdur. Sən ona pis deyirsənsə, bu sənin daxil evin pisidir. Sən için gözəldirsə, sən pisi də gözəl görürsən. Sənin daxilin çirkinsə, sən hər şey çirkin görürsən. Sənin daxilin gözəldirsə, çirkində də belə gözəl bir şey tapırsan. Ona görə dostum, çalış hər bir şeyə gözəl bax. Gözəl gözlə bax. Gözəl düşün. İnsanlar haqqında, cəmiyyət haqqında, ətraf mühit haqqında pis fikirləşmə. Hansısa dayday deyib ki, bu nə bilim filan şey pisdir, bu get-gedə biabırçılıq daha da pisləşir, zamanəmiz korlanır. Xeyr, bu elə deyil. Bu onun həyat təcrübəsi, bu onun inandığıdır. Qoyma bu sənin inandığın olsun. Ona görə dostum, oyun kimi bax. Bu oyunda sən gəlmirsən ağ bir kağız kimi, pak bir kağız kimi. Əfsuslar olsun ki, bizə səhv məlumat ötürüblər, bizə yalan informasiyanı, o da özlərindən asılı deyil. Bizim anamız, atamız, dostlarımız, nə bilim, qohumlarımız, sevdiklərimiz, müəllimlərimiz, bunlar da buna inanıblar da, başa düşdün. Amma indi sənin qarşında informasiya var. Sənin qarşında düzgün informasiya var, Allah tələfli informasiya var ki, yəni sən hər deyilənə inanma. Hər kimsə nəsə dedi, sən onunla razılaşma. Özün sənə Allah verib şuur, dəyərləndirmə, analiz qabiliyyəti verib. Düzgün istifadə elə onu. Sən insanlar haqqında pis danışma. Həyata bir oyun kimi baxdıqca bunların hamısı rahat qəbul olunur. Çünki bu həyat doğrudan da bir oyundur, möhtəşəm bir oyundur. Bu oyunda sevgi var, xoşbəxtçilik hissləri var, əfsuslar olsun, kədər hissləri var, hamısını yaşamalısan. Yaşamasan olmur. Bu həyat bir oyundur müvəqqəti. Heç kim bu dünyada əbədi deyil. Çalışıb yaşadığın müddət ərzində xeyirli olmaq lazımdır. Allaha xeyirli olmaq lazımdır ilk növbədə. Sən bilirsən nəyi yaxşıdır, nə pisdir. Sən daxilən hamısını hiss edirsən. Qoyma beynin səni aldatsın. Qoyma bu oyunda yatasan. Həmişə oyaq qal, ayıq ol və bil ki, oyundasan. Bu oyunda Allah bütün yolu ilk günündən son gününə kimi sənin yanındadır. Səni qoymayacaq başqa pis gəlsin və bu həyat bir məktəbdir. Və bu məktəbə bir oyun kimi, bir gözəllik kimi baxsan, hər bir şeyin yaxşı olacaq. Və yaddan çıxarma, oyun dəyişir. Oyun hər gün dəyişə bilər. Bir gün pandemiya ola bilər. Dünya pandemiya oyunundadır. Bir gün müharibə oyunundadır. Bir gün filan oyundadır. Oyunlar dəyişəcək həyatın sonuna kimi. Yəni bu sikıllardır, həyat sikıllarıdır. Bir gün yaxşıdır, bir gün pisdir, bir gün bozdur, bir gün qaradır, bir gün ağdır, bir gün yaşıldır, bir gün sarıdır, bir gün qırmızıdır. Sən daxilən dəyişmə. Yəni bu həyatı dəyişməyə çalışma, insanları dəyişməyə çalışma. Bu bir oyundur, hər bir şey sənin üçündür. Və bu oyunda sən bu oyunda maksimum zövq almağa yanaş. Zövq al, insanlara xeyrini ver, ətrafı düzəlt. Başa düş ki, daxilən sən danışıb narahat edən sənin beynindir və bu beynin də heç bir reallığı əks etdirmir. Sadəcə olaraq illüziyadır, illüziya formasıdır. Beyin də kimdənsə nəsə eşidib, bu sən deyirsən. Bunları bil, bu proqramları dəyiş, yaşamaq sənə daha asan olsun. İlk növbədə dediyim kimi, oyunda olduğu yaddan çıxartma. Allahın bütöv yolu səndən olduğunu yaddan çıxartma və Allaha xeyir verməyi düşün. Və ilk növbədə öz bədənindən başla, öz bədəninə yaxşı bax, nə gəldi yemə, interval qidalanma ilə məşğul ol. İnterval qidalanma haqqında kanalımda məlumatlar tapa bilərsən. Olmasa da başqa kanallarda intervalni qaladani rus dilindədir, türk dilində su orucudur, ingilis dilində intermittent fastingdir. Nə dilində istəyirsən, baxa bilərsən. Mən sadəcə bu düzgün informasiyanı sənə ötürməyə çalışıram ki, sən çox yeyəndə sən beynin dumana düşür. Onu bunu yeyirsən, beyin
itirir özünü. Bilirsən, sən minimal olaraq qida qəbul edib, təmiz qida qəbul edib özünü təmiz saxlamalısan ki, düşüncən də təmiz olsun, hisslərin də təmiz olsun, fokusun da təmiz olsun, ondan sonra addımların da təmiz olacaq. Ona görə dostum, ağzının yolunu bağla, həyatda bir oyunda olduğu bil, həyatda sablazmlar səni pisə çəkənlər hər tərəf səni pisə çəkməyə, pisə getmək çox asandır. Bil ki, sənin yolun asandırsa, deməli sən bilsən necə üzü aşağı gedirsən. Standart, sadə. Sən üzü aşağı gedirsən, sənin işində hər şeyin asandırsa. Çünki sən pis tərəfə, şeytana qulluq edirsən, sənə şirin gəlir, beynin. Amma sən biraz bilsən necə, yuxarı qalxanda biraz onun çətinliyi olur. Qalxanda da zövqü başqadır. Ona görə dostum, oyundasan, Allah səndəndir, özünə diqqət elə, özünə qayğı, sevgi mütləqdir. Ağzının yolunu bağla. İdealda olar ki, bir neçə gün yemək pauzası verəsən, ümumiyyətlə heç nə yeməyəsən, narahat olma, ölmərsən. Əgər ciddi səhhətində bir problem yoxdursa, gəncsənsə, hər şey normaldırsa, bax gənc deyilsən, 20, 30, 40 yaşında, elə adamlar var ki, 60 yaşında, 50 yaşında, yəni bu interval qidalanma, qaladanya, aclığı başlayırlar saxlamağa. Başa düşürsünüz? Yəni o problem deyil. Sadəcə olaraq sən ciddi bir problemin səhhətində yoxdursa, qorxma. Bir gün yemək yemək, 2 gün yemək yemək. Ondan sonra heç gündə bir dəfə yemək yeməyə və yaxud 2 dəfə yemək yeməyə. Yəni mövzudan çıxmaq istəmirəm. İnterval qidalanma haqqında, interval aclıq haqqında maraqlana bilərsən. Kanalımda interval qidalanmadır. Bu başqa yerlərdə dediyim kimi türklərdə sorucudur, ruslarda intervalna qaladanya, ingilis dilində intermittent fasting bir informasiya zonasında yaşayırıq. İnternetə gir, yaz. Şükür Allaha ki, çoxdur elə bir adamlar ki, sənə öz töhfəsini vermək istəyir, insanlara öz töhfəsini vermək istəyir, yaddan çıxartma. Mən sənə düzgün informasiya ötürürəm, sənin həyat səviyyən, enerji səviyyən qalxır. Sən enerji səviyyən qalxdıqca, sən də ətrafındakılara o enerji səviyyəsini qaldırırsan, avtomatik və dünyamız yaxşılaşır. Və biz belə Allaha xidmət edirik. Əsas məqsəd budur. Ona görə dostum, oyundasan, oyunda qərarları sən qəbul edirsən. Seçimlərdən öncə özünə sual ver. Nə Allaha xoşdur, nə insanlığa xoşdur, nə mənə yaxşıdır, nə ətrafıma yaxşıdır. İlk növbədə nə Allaha yaxşıdır. Onu eləsən, vicdanla, daxilən səsvi hiss edirsən. Ondan sonra işlərin də rahat olur, həyatın da gözəl gedir. Ona görə dostum, uğurlar, həmişə uğur, xoşbəxtçilik, ayıqlıq səninlə olsun. Yenə də yaddan çıxartmaq ki, bütün yol boyu Allah səninləndir. Heç nədən qorxma.